Mehdar artisti Akademik Milli Teatrın aktrisası Mehriban Xanlarova Kulis A saytına müsahibə verib. Turkustan az məlumat verir ki, aktrisa müsahibəsində başına gələn maraqlı hadisəyə toxunub. Müsahibənin həmin hissəsini təqdim edirik. Mehriban Xanlarovanın İrana girişi niyə qadağan edilib? İrana girişiniz qadağan edilmişdi. Qadağı hələ də qüvvədədir. Elə yaxşı yadıma saldınız. Tamam unutmuşdum, inanırsınız. Bilmirəm səbəbini. Nə bura nəsə deyir, nə də ora. Getmədiyim yer qalmadı. Pandemiya düşdü, dayandım. Məsələn, Naxçıvana gedəndə bilirəm ki, qoymayacaqlar. Şərt deyir ki, təyyarə ilə gedim. Avtobusla da gedə bilərəm. İndi gedəcəm nazirliyə, xahiş eləyəcəm ki, bu məsələyə baxılsın. Təxmin eləyirsiniz səbəbini. Vallahi yox, bir ara anam, bacım, qardaşım xəstə oldu, çox gedib gəldim. Hətta bir dəfə Azərbaycan gömrüyü məni narkotikə görə saxlamışdı. Dedilər ki, keç otağı, orada özündən çıxdım. Dedim ki, siz kimi yoxlayırsınız? Dedim, çantalarım oradadır. Bildirdilər ki, yox, daxili yoxlamalar lazımdır. Dedim, yoxlamalı insanlar qalıb qıraqda, mən boyda sənətkarı yoxlayırsınız.